Dinlərimiz, mən Vüsal Kəlməzər 18 kitab müəllimi Qızıl Qələm mükafatı bugün Azərbaycanımızın çox gözəl rayonlarından biri olan Kürdəmir rayon Çövran kəndində qabaqçıl nümunəvi şagirdlərdən birini sizlərə təqdim edirəm. Bəli, bu kənddə bu günləri Mehman müəllim kimi, Fikrət müəllim kimi, o cümlədə Mehriban müəllim kimi, Zeynəb müəllimə, yəni demək, adı Mehriban müəllim, Zeynəb müəllim adı nədir? Elmira müəllim kimi müəllimləri gözəl çəkdik. Amma o məndən əvvəl bir şagirdlər çəkmək lazımdır. Gələcəyimizdir bizim bu şagirdlər. Adı, soyadı nədir? Ürfan Zərbaliyev. Ürfan Zərbaliyev. Çox gözəl. Və çox gözəl bir ziyalı ailəyə gəlmiş hörmətli izləyicilərimiz. Atası hərbiçidir, anası müəllimədir. Ən əsası elmə təhsilə qiymət verən bir ailədir və övladlarına qiymət verən bir ailədir. Ona görə öz adından dərin təşəkkürümüz edirəm ailəsinə də. Gələcəkdə hansı peşənin sahibi olmaq istəyirsən? Pilot. Ay maşallah. İnşallah. Yaxşı, bu pilota həvəsləndə nə vaxtdan yaranır? Atam hərbiçi deyil, ona görə olmaq istəyir, yoxsa yox? Bəli. Və arzu edirik ki, sən də öz arzuna çatasan, Çağdaş Təhsil komandası olaraq sənə uğurlar dilərik, can sağlığı arzu edirik. Yaxşı, məktəbdə ən çox sevdiyin müəllimlər hansı müəllimlərdir? Dəniz müəllim. Dəniz müəllim özümüzə sağ ol deyirik. Neçən sinifdə oxursan hal-hazırda? 3-cü sinif. 3-cü sinifdə sinif rəhbərliyi yəqin ki, eləmi? Başda məktəbin bütün müəllimlərlə öz adından sağ ol deyirəm və təşəkkürümü bildirirəm. Yaxşı, sən bu müəllimlərə və bizə nə söz verirsən? Bugün 2026-cı il 17 fevral tarixidir. Bu kadrlara 10 il, 20 sonra baxarsan, bizə nə söz verirsən? Gələcəkdə ən yüksək balla ali məktəbə qəbul olmaq söz verirsən? Bəli. Gələcəkdə inşallah prezident təqaüdçüsü olmağa, vətənimizin dəyərli vətəndaşı olmağa söz verirsənmi? Bəli. İnşallah. Bizim də arzumuz odur ki, gələcəkdə sən hansı sənətin peşəyə sahib olmağından asılı olmayaraq vətənimizin dəyərli vətəndaşı olasan. Bayrağımızı yüksəklərə qaldırasan inşallah. Atana, anana layiq övlad olasan inşallah. Atanın adı nədir? Loğman. Loğman bəylə dərin təşəkkür bildiririk. O da övladların təhsil alması üçün əlindən gələn əsirgəmir. O cümlədən ananın adı nədir? Aytən. Aytən xanım da müəllimədir. Aytən müəllimə öz adımıza sağ ol deyirik. Babası da neçə illər hərbidə çalışıbdı. Adı nədir babasının? Nuh baba. Nuh babadır. Nuh babaya da sağ ol deyir. Qəyə telefonda bizə bildirdi ki, çəkilişi qutarana qədər gəlsə, öz xeyircasını verir. Gəlməsə də elə biz öz adımızdan sağ ol deyirik. Nuh baba da fəxr elədiyimizdir. Nənə ələşdirmək olmasa və nənəsini də sizə təqdim edirəm. Nənəsi də üzrə sözünü desin. Nənəsi gəl ələş görüm. Adın nədir sizin? Gülbahar. Gülbahar. Özünüz də gülsüz, həm də gülün baharısınız, gözəl nənəsi, gözəl anasınız. 25-ci kitabxanada işləmişəm. Ay maşallah. Anamız, nə arzulusun əvvəlinizə? Nəvəmizə xoş gün, yaxşı ali təhsilli olsun. Amin. Qutarsın, universitetə girsin. Amin. Atasının, anasının üzünə öyrəsin. Amin. Xoş İnşallah. Çağdaş Təhsil komandası olaraq biz də nənəsi sizə sağ ol deyirik. O gün olsa bu igid balamızın ali məktəbə qəbul olmağını da görəsən, tutarmağını da görəsən inşallah. Biz də sənə sağ ol deyirik. Hörmətli izləyicilərimiz, dərin təşəkkür edirəm. Sağ ol.